Amba. 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 Hoşa. Hoşa. Yani toplanılacak. Size haber. Bu milyon sahip Heydiye Gazet geçirecek. Heydiye Gazet'in yetim çağlat yani toplanılacak. Size gazet. Salam beleşim tevli. Aleyküm. Adə, dünən bir, bugün iki. Nə olub? Sana getirmişəm xanım. Kimin üçün? Sənin üçün. Mənim üçün? Sənin üçün. Ey, ağan üçün. Bir vənkəsi 3 şahya. Sənin üçün havayı. Ver bura görüm. Ali, qapını ört. Baş üstə. Allah sən saxla. Allah sən saxla. Allah sən saxla. Kuşay moya malya. Kuşay. Nuşdan kuşay. Ağa. Ay ağa. Pəna gətiriblər, girvənkəsi 5 şahya. Ne? 5 şahya. Halletçeli on diyen adam. Ben 70. yıllarda girmenkisine 1 şah vererdim. Şimdi ne buyurma taşı olup? Ağa, almayım. Ne olsun ay ağa? Ben çok danıştım mı? Girmenkisi 1 şah ver koy geçsin. Ağa bekalım. Simci. De Kübra, muy bırak da. Niçin ne? De Kübra, ne muğjet bereşni? Niçin ne? Gizli de giç. Ağa, Hacı Mürsel ağa gəl bir. Ne?
Hə? Təkdir. Yo, 3 nəfərdilər. Bax o, işə düşdük də. Tök əllərimi yum. Görəsən, ne istəyir? Ağa, bəlkə dem evdə yoxsan. Yox, gözlətmə, de gəlsinlər. Baş üstə. Moya Malya, quşay, nuşla quşay Moya Malya. Hara getdi? Quşay da. Esselamun aleyküm. Esselamun aleyküm, hoş gelmişsiniz. Hoş gelmişsiniz, hoş gelmişsiniz. Vermərəm. Atamın görünə and olsun vermərəm. Vermərəm dedim, vermərəm. Vermərəm, üz vurmuyor. Saxıb biz gəlmişik. Ayağa. Yaxşı. Buyurun, əyləşin. Ya Allah. Eşidirəm sizi, Hacı Mürsəl ağa. Ağa Musa, bu Ələddin mömin bir bəndədir. Rəhmətli atasını yaxşı tanıyırdı. Bir yerdə ziyarətə getmişdik. Kişin də olmasın, mənim əziyyətimi çox çəkib o zaman. Sən də bilirsən ki, bu yazıq uşaq bir parça torpaq sahibidir. Quyu qazdırır. Nöyüt də çıxmır ki, çıxmır. Çıxmır ki, çıxmır da. Bütün var yoxu qurtarıb. Ona görə də məcbur olub, bizi gətirib sənin yanına. Atam, zəhmət çəkib gəlmişsiniz. Çox sağ ol. Mən bu cəncəl adama pul etibar eləyə bilmərəm. Niyə? Desəm ki, yoxumdur, yalan olar. Allah şükür, varımdır. Amma vermirəm. Ağam- Üzürümü vermirəm, vermirəm. Ağamız axı sən bilirsən ki, hər şərəşür adam üçün biz sənin yanına gəlmərik. Həzi, elə bilirsən, pulu töküblər qapan dibinə. Gedir, nə adə istəyir, yıx sıvə. Ağa Musa, ant verirəm səni inandığıma. Bizim sözümüzü gəl yerə salma. Atam, yaxşı. Üz vurursunuz, sözü yerə salmıram. Gördün? Amma bir şərtim var. Buyur. Hacı Mürsə, o şeyi ki, borcumu istəyəndə, pulumun əvəzinə mənə göstərəcək, qoy onu elə indidən göstərsin ki, sonra mənə yandırmasın. Ağa nə danışırsan, nəyi göstərsin, heç nə başa düşmür. Nəyi göstərsin deyir? Deyirəm, sözüm yox. Mənə de, mənə. Borc verməyinə verirəm. Allah tava rəhmət eləsin. Amma o şeyi hindi göstərsin ki, sonra mənə ağır gəlməsin. Ayağa, Hacı Zeynalabdin ağa gəlib. Deyir ki, tez giyinib gəlsin. Gözləyirəm. Hacı Mürsəl, sən oturun gör, qoy çıxıb getsin işinə gücünə. Mənim əl etdiyin kimi adama verəcək tanxama atam. Ged iş gündalayacam. Allah eşvavan dələsin ağa Musa. Çox sağ ol ağa Musa. Razı qaldım. Səhər, neçinin qapısı açılmayıb, kör əsasını diredi. Gəlib bütün günümü göy əskiyə düyünlədilər. Əzəlabdın məndən 5-10 min qoparıb almasa, əl çəkməyəcək. Ağa, bəlkə deyim evdə yoxsan, hə? Yaxşı, sənə düşü gör günə. Əki, mənim ağzım nödür ki ya, hədi çağıra mən gedməyəm. Camaat bilir ki, mənim üstümə göndərir. Ay xanım, ağa zor soruşacaqdım axı səndən. Nə oldu? Qız ərə verdi? Həli, hə. o xəbər göndərəcək. Hə, mütləq, bax inciyərəm ha. İnşallah, sağ ol. Ayşe, ay bala, koy işimizi göre. Salam ayağa. Aleyküm. Ayağa, o günkü buruq fantam burada. Bizə xələt boyun oldun axı. Deyirəm ki, o boyda fantanın qabağını kəsmişik. Görsən də. Aleykümselam. Qurban olum ayağa. O boyda fantanın qabağını kəsmişik. Camaat gözləyir axı. Xələtimizi ver. Bu nə danış Ayazi?
Məndə o da tanxanı. Hə. Ay Hacı, sən belə güləndə mənim ürəyim davamın altına gedib çıxır. Nökür. Ay rəhmətliyin oğlu. Əlçəkmirsən bu işlərindən də. Ağamısa, nəyə qoyum, nə axtarır? Adama qalan ad olacaq. Tikdirdiyimiz bu binalar balalarımızındır. İndiki kimi fürsət heç vaxt ələ düşməz. Əkiblər yemişik, əkirik ki, yesinlər. Ha. Biz də bu yetim yesirə sahib durmasaq, kim duracaq? Güya, bu millət oxuyub alim olandan sonra gəlin mənim başıma taz qoyacaq. Məsələ tacdadır bəyəm. Bax, Allah var rəhmət eləsin. O boyda xəstəxana düşdü. Savab yiyəsi oldum. Amma o realni məktəbin yarımçı qalmış binasına baxanda bilirəm ki, xəcalət çəkirsən. Yox, ağamısa, hədi. Deyinən hə, hə. Atam, nə şəhədiyim axı? Bax, qalıb 3-cü mərtəbəsi. Kömək elə tikib qutaraq binanı. Uşaqlar məktəbə geçsin. Müsəlman balalar da sənin pulunu oxuyub adam olsunlar. Nə olar? Əl tutmaq əlidən qalıb. Deyirəm, adam ölmür. Ağamısa, sən mənə qulaq atırsan, yoxsa sayındasan elə, hə? Taxsır mənim özümdədir. Astoriyanı, Novi Avropanı, banisi tikdirdi, su çəkdirdiniz, pul verdi. Neçə bina tikdirdi. Atam, bunlar da özümü o dünyaya aparmayacağım ki. Bu da işte sən Allah Hacı. Hər yerindən duran deyir ki, ağamızsa simişdir. Əli qısıqdır. Pul xərcləyən döyür. Atamı yandırıblar. Adımı qoyublar Simic. Hay atandan Simic ha. Pulu qazanmağa nə var ki? Kişi odu pulu xərcləməyin tərin bilsin. Ay Əziz, mənə de görüm, bu xeyriyyətçiliğinlə hara gedib çıxdıysan, ha? Allah bu pulu mənə onlara görə verib. Mən onlara görə cavab deyərəm. Dünyada elə belə heç bir şey olmur. Ay Əziz, İna Allah bilir nə qədər pul götürsün. Məndə o qədər tanxanı. Atam, sən boş yerə pul xərcləyərsən. Sənə belə bir yeri gətirə yeməyəcək, kesən, dəftərin qırar, kesələsin. Abala burada saxla görün. Salam əleykum. Hə, abala. O duxanı xazeyini bura çağır görün. Baş ağır. Aç.
Məhəmməd, hadi səni çağırın. Tez elə, tərpən görüm. Her vaktin hayır olsun ağacı. Kademleri mübarek olsun. İstersen ayağın bir kuzu kesi var ha? Ayacı, xeyr ola. Sənin işin də öyle, indi görərsən. Bu ağaları qonaq elə, qulluqlarında dur. Baş. Qoy ürəkləri nə qədər istəyir, yeyib içsinlər. Hesabı uşaqlarla göndər mənə. Gözüm üstü hacı. Hacı, daha bu kadar yoktu. Sür hə. Dada. Ha. Bu defa da bak düz getir hava. Ne olur? Hacı ağa sizi konak ediyor ha. Açacağım sakavet sandığımın ağzını. Yakşı buyurun içeri geçin. Gelin de. Mirzə nə deyirsən? Keçək? Ne diyorum ki? Ha, okuyarsan. Sağ ol hemen. Salgı şərabı ver ki gözüm salgarındadır. Kövsər misali bağlayacağım. Yağlarındadır. Sənə yaraşmadı. Kes eləyəcək ya. Eski işte. Candan bana aziz bir insan olsa sen olarsan. Ağa Musa, quyularda işlər necə gedir? İşler, açık ne bileyim, işte de ne o verin şimdi. Bazı emni güdey, ara üstü göz çıkartır. Ne kadar istiyorsan. Sən Allah, sənin bu Nobellərlə aron necədir? Hacı, onlar elden zireydiler. Bazarlar mən ölüm. Dünyanın o başından durup gelesen, torpağı qazıyıb içindən növ çıxardasan, bu her adam işi deyil. Bunlar elə nəsilli ilə bilirlər ha. Babaları yerdən dəmir çıxartırmış. Ataları bomba qeyran olub. Özləri belə. Sən bunların nəslini hardan tanıyırsan? Hacı, babalarımız cür olub. Postanda qoğun qarpız əkirlər. Ağa Musa, sənin fəhlələr və nə paylayırlar belə? Saxla, saxla, saxla. Aki. Aki, yaxınca görün. Aha, Allah saxlasın oğlun ağa İsmail'i. Bizi eşitdi. Yaxşı işləyənlərin hərəsinə bir kəllə qən, 5 manat da pul verir ayağa. Allah onu sizə çox görməsin. Allah onun cibini həmişə pullu eləsin. Ha, tamam. Ağay, quyu fontan üləyəndə Cəhənnəm ol görün. qabağını almaq nə çətin idi? Bəlki, rədd ol.
Ana. Ana. Ağa, hoş gelmişsin. Ay sen. Ana o kandemini verme lan. Çekil görüm yana. 5 manatı görüm. Ana 5 manatı görüm. Tut görüm. Mənə düşür. Hala oldu. Ham da çok kışkırmışkıran ben olmuşam. Bunu oyunu çağırsam belə. Ayağa. Ayağa, söz verdin hele. Yaxşı. Səninlə sonra danışaram mən. Həcədən əyibdir. Ah Amalia, ah Amalia. Dayan. Dayan! Hain! Bohemya meşelerini unutma! Hani senin andın? Sen hiçbir zaman bizden ayrılmayacağına and içtin! Hain! Şimdi sen kimin için bizden ayrılırsan? Bak Karl, bak! Bak bu yaralara! Bunları tanıyor musun? Sen bizimsen! Biz seni yüreğimizin kanıyla almışık! Sen bizimsen! Gedey bizimle! Gedey! Roller vuruldu! Biz çok kurbanlar verdik! Amalia da onlardan biri! Artık her bir şey bitti, gitti. Ben bu yoldan dönüp atamın yanına qayıtmaq istəyirdim. Göyler başka cür istəyirmiş. Yaxşı, benim daha sözüm yoktu. Gedeyin dostlar. Avvalca bana oldur, sonra istediğin yere gidebilirsen. Bana acıyın, yalvarırım size. Of, yoldan çekil kız. Yok! Ben arvad öldüren değilim. Demek sen ancak koşmakla öldürebilirsen. Siz ey şeytan şairleri. Sizin başınız iradesiz bir bardaktır. Bari siz bana yardım ediniz. Öldürünüz beni. Ayacığım, buramsın ağıldı axı. Öldürün. Bilirəm nağıldı, yalandı, amma qoy görə nə deyir də. Bir nefer de olsun dost tapılmadı. Onların da arasında bir dost yoktu. Yaxşı. Onda ben özüm gidip özüm için ölüm yolları taparım. Əzi, məni bu nöş götürmüsən. Səbrin olsun. Dayan, sen ne edirsen? Ben hele sağam. Karl'ın nişanlısı, Karl'ın öz elinde ölmelidir. Ben bütün kanunlara karşı çıkıp dünyanı kanunsuzluğla idare etmek istəyirdim. Ben indi müthiş bir hayatla üzə dayanmışam. Artık olan olmuş, geçen geçmiştir. Hayat böyük bir kurban talep edir ki, o da mənəm. Kifayətdir, bugünlük bəs. Hoş gəlmişsiniz ay hacı. Sağ olun. Dostlarımızla əlimizdən gələni edirik. Aferin, aferin. Çox sağ olun ki, bizi yada salmışsınız. Binanı yandırdılar, elə bildilər əl çəkərik bu işdə. Xeyr, iki dünya bir olsa da Bakıda tiyatro olacaq. Düzdür, mütləq. Heç bir qüvvə bizə mani ola bilməz. Əgər bilsəydiniz ki, mən bunu elə belə dəb xətrini eləyirəm, baş qoşmazdım. Sizin yanğınızdır məni alovlandıran. Qeyrət lazımdır bu işdə. Qeyrətsiz adamı sənətə yaxın qoymayın. Çaş başsalar sizi, pozar sıralarınızı. Mən sizə həmişə kömək eləyəcəyəm. Çox sağ ol hacı. Avamıza da həmçinin. Hacı, mən tiyatr zat qanmıram ha. Mənimki bir quydu, bir də nöğüt fantanı. Məndən kömək gözləməyin atam.
Caydurdu. Aşıqma ver də. Ala vermirəm, ged işimin dalıycan, ala vermirəm. Ged işimin dalıycan, ged Allah'ım versin. Ala vermirəm, ged işimin dalıycan, ged Allah'ım versin. Gel, vermirəm, ged işimin dalıycan. Ged işimin dalıycan, vermirəm. Ged işimin dalıycan. Ged Allah'ım versin, vermirəm. Ged işimin dalıycan, ged Allah'ım versin, vermirəm. Ala vermirəm, ged işimin dalıycan. Ay cıvam ay. Ha, nədir? Gözlerinde cin oynuyor. Şeytanın biri şeytan. Allah. Şəhristan-ı Xorasan, Kəndistan-ı Gülüstan, biçare-i binəvar. Oğlumun adı nədir kişi? Əl-Abbas. El-Abbas. Pulun var kişi? Var. Pulun var yazarıq da. Давай вот это посмотрим. Ой, какая прелесть. Вот это покажите мне, пожалуйста. Ne istiyorsun? А вот это вот. Да. Bir dakika. Mənə görə. Ну, давайте посмотрим. Buyur. Ой, Yaxşı işdi. Əla işdi. сюда положи. Başqasını göstər. Смотри, как красиво. Krasiva. Mən ölüm krasiva. А надень мне, пожалуйста. Gözüm önüne. Молодец, красавчик. Муа. Ты просто прелесть. Ade, o nədir vermisən mənə? Ne vermişim ki? Nə olacaq? Rəngdir də. Ne olur? İrandan gelip paraxodla. Vallahi billahi. Adı canımla içib özünü öldürməyinən. Bunun yarıdan çoxu həna deyil, rəngdir. Tez o pulumu ver. Ağam gözləyir. Bu senin pulun. O da sensin. Bu da senin kulun. Ana, Sonqulunun kürəyi hökumətə söykənir. Bir şəhərin ki qılavası matçı ola. Orada nə qoç ya? Danışığım ha. Biz neyik be? Ana, mən sənə deyirəm ki, bu şəhərin qılavası Petroviçdir. Благодарю. Благодарю. Bizim nəslimiz Qarabağda ən məşhur nəsildir. Bizə Şərəfxanlılar nəsli deyərlər. Mənim babalarımın Şuşa mahalının abad olunmasında böyük xidmətləri olub. Salam edin. Mrs. Nobel. Hoş geldiniz. Mr. Nobel. Mr. Tagir is here. Thank you. Gedək Sari. Gedək.
Cənab Nobeli xeyriyyə gecəsində görmək bizim üçün xoşdur. It's a great pleasure for me to see Mr. Nobel on the philanthropic party. Mr. Tagir, Mr. Nagir, it's our duty might take part in your protest. Cənab Tagiyev, Cənab Nagiyev, sizin xeyriyyə işlərinizdə iştirak etmək bizim borcumuzdur. Hoş gəlmişsiniz. Buyurun. Thank you. Mr. Lütfülə Bey. Buyurun xanım. Nobel'in arvadı xoşuna gəldi. Biri də. Əyləşin, xahiş edirəm. Down, please. Mədəndə işlər necə gedir? Ağamızı birinci arvadını hiç evdən bayıra çıxarmır. Amma Gülçü qızına xaricdə ləl cəvahiratdan paltar tikdirir. Bəsdir də. Nə bəsdir? Ağa Musa, nə qədər saldın? Sən nə qədər saldın? Mən 100. Sən salarsan. Sənə var ki, sən hökumətsən. Qılıncığın dalı kesir, qabağı da. Mənim neyim var? Yetim adamım. Nə atam var, nə anam. Əvəzində 2 arvadım var da. Bizə 4'ü düşür. Sən öz dərdini çək. Yaxşım, Ağa Musa. Sizin xəstəxanada bizim əskərlər də yata biləcək? Zamanı elə yoxudur. Kafirə də, kəsraniyə də rəhmi gələndir. Sizin üçün də bir şey fikirləşərik. Cənab Şubinski. Ağa Musa, əlin cibində olsun. Cibim var ki, sağlam ol, sağ olasın. Ha? Ha. Pavel Petroviç şahiddir ağamıza. Biraz əvvəl oğlun Ağa İsmail bir şax yüzlü yatdı. Sənsə... Atam ata, o ata. Ona nə var ki? O milyoner Nağıyev'in oğludur. Mən kimlə oğluyam sana xanım? Zaman satan, biləcərli Nağının. Gedək qızlar. Ağa Musa, mədənlərinizdə şuluqluq salan yoxdur? Əşi, dünyada yəni məndən də şuluq adam var. Bir şey olsa xəbər elə. Köməklik edəlim. Çox sağ ol. Sağ ol. Pavel Petroviç. Üzr istəyirəm. Qulluq sahibi olasan. Oo, ağamıza. Aki, vallah sənin kimi qohumu olan cənnətlidir. Əlbəttə cənnətlidir. Hə, yenə deyəsən işin düşün mənə, ay Şəmsi. Hə, xeyr ola. Çəkinmədi. Hə. Aki, nə işim düşəcək? Mən səninlə fəxr eləyirəm, fəxr. Dolamısan məni? Eyibdir, bu nə söz? Bəs onda nə deyirsən, hə? Mən sənə bir sirri açım. Sən də əvəzində o işi mənə düzəldərsən, yaxşı? Güzələ, sözüdür. Ağamısa, deyirlər ki, güya sən Realni məktəbin inşasına düz bir ətək pul vermişsən, düzdür? Dəli trilyon deyən adam. Həcdən başqa. Balam, bütün şəhər danışır, Vermişəm 3 manat. Deyirəm, ağamısa 60%-ni verməz. Nə? 60%? Löş verin balam. Deyəsən, həcinin oyundan bir xəbərsən. Həci boynuna götürüb ki, tikiləcək Realni məktəbin inşasını sənlə özünün pulu hesabını ödəsin. Axund ağa da bilir. Xeyir, dua da verir.
Bəli. Axund ağa da bilir. Xeyr dua da verir. İşə baxa, ay şəmsi. Məni soruşan olsa, deyərsən ki, buralardadır. Bildin? Ağa, o məsələ düzələcək. Arxayın ol, düzələcək. Nədən sahib deyil? Çox sağ ol. Soruşan olsa, deyərsən ki, haradasa buralardadır, hindi gələcək. Yaxşı, deyərəm. Sağ ol. Sağ ol. Ay, atanla. Havayı heç kim, heç nə demir də. Nə əcəb Gürcü xanımını gətirməyib? O işini bilir. Cənab Nağiyevin faytonu! Kozi, Hə, nə oldu? Nöt bantdan vurmadı. Kozi, Allaha and olsun Xozin, nöydün səsini eşidirəm. Ətri burnuma vurur torpağın altdan. Mən sənə sözümü demişəm. Xozin, ölüm ayağımın altında Xozin. Borc ver nə olar? Əgər nöyd çıxmasa, torpağı satıb borcunu qaytararam Xozin. Hə, nöyd çıxmayandan sonra kimdir səndən torpaq alan? Xozin. Ala sür. Xozin, Arayağa. borc ver. Sür. Xozin. Hazinoya. Qurban olur Xozin. Borc ver. Xozin. Xozin. Sara, Leyla, gəlin yanıma. Gəlin gözəllərim, gəlin. Ay, sağ ol. Ağamı səni görmədin. Deyəsən getdi. Bu zalim balası düzələn döyüldü. Cəmi 3 manat pul verdi. Ağalar, mən hazır. Tərpənmin. Diqqət, çəkirəm. Hop! Buradasın. Ay maşallah. Ay berekallah. Mehdi sağ üstüdür ki. Gedim, gedirsən. Koçum. Gel görüm, gel. Allah! Ay bunu koy güzel. Day poçulu, day. Anon Allah! Yok, göyerçinindir. Onda işinde o. Maç. Ah, ay! 500 mən getdim, sənsən. 500 də mən getdim. Ay maşallah. Hoş gelmişsin ağa. Akşamınız xeyir. Oyuncaq varsın. 500-də mən getdim. Səhərdən oynayırlar. Xeyli gəlirimiz var. Mülk, bağ, vətəgən. Mən pas. Sən neynəmsən? 3 dənə mülk almışam. Bir balıq vətəgəsi, bir dənə də bağ. Sənədlər də ki hazırdır. Xərci nə qədərdir? 500-də mən getdim. Cəmi 55 min. Ay, 1000 var. Fətəli bəy, sənsən. Mən yatdım. Mən pas.
Mən də pas. Açıl görüm. Həmdi bəy, oynayırsan? Payla görüm ala. Nəyin var? Heç nə. Pulun yoxdur, oynamıram. Bir saatdan sonra gəlirəm. Sən biləsən, səninki bugün də gətirmədi. Ha? O. Ağa, ay ağa. Mülkümü sattım. Bətəgələrimi də sattım. Çadırovda bir imarətim var. Nə verirsən ona? 2 mərtəbəlidir. Keçən il tikdirmişəm. 10.000. İnsafın olsun ağa. Onun 80.000 qiyməti var. Ne danışırsan? 10.000. Yaxşı. Bali. İşini kurtardı. Bali. Elini değiş. Tez aşağı düş. Sen bize lazımsan. Pulludur. Ağa, pulum mənə düşdü. Çox sağ ol. Mülkümü qaytarmaq istəyirəm. Götür pulu, qaytar evimi. 20.000 almıştım. 70.000. Nə? 20.000'e alıb 70.000'e satırsan? 70.000. Ara sürüm ayağa. İndi ara sürüm ayağa. Dəniz qırağına. Başla. Ha. Ha.
Bu evin yiyesi. Ay bu sesin yiyesi. Onu mənə göstər. Onu heç mən özüm də görməmişəm. O səsdir. Biz onun ardınca düşüb gedirik. Al bu pulu, apar ver oxuyana. O pulun nə olduğunu bilmir. Bəs o nə bilir? O heç nə bilmir. O oxuyur. O səsdir. Harada yaşayırdı o elə? Bu dünyada yaşamır. İndi eve gedirik. Yox, arabama. Oldu. Sesimi çıkartma. Dəyliyəm sesimi çıxarım. Sözlü deyil. Dur, düş qabağıma. Dur. Hara gedirik? Cəhənnəmə. Cəhənnəmə gedib heç gəlmiyorsunuz. O? Bu lap sütdən yanıqdır ki. Dur. Atam, istənmə. Gedəydiniz, gedəy də. Hiç söz demirəm ki. Bugün mənimki lap məhəlkədən gəlib ha. Kəbrə çıxartansınız? Həcinin teatrındansınız?
Bəli, xanım. Kübra? Bəli. Ağa gəlmədi? Yox. Heç zəng də eləmədi? Kim? Ağa da? Ha, yox. Neçin ne? Nə bilim. Hara götürmüşsün mən hala? Hamısı, gel içeri. Keyfe getirmişim. Keyfe. Aa, keyfe? Keyfe, gel içeri. Gel, gel. Be. Ala buralar Petro Dvoresti ki. Buyur ağamsa, kes içeri. Öz öğün kimi. Ay sağ ol. Aa, kelle kendimi görüm. Kelle kendim burada değil, çatacak sana. Ne istiyorsun benden atam, ha? Hiç ne ağamsa, ne isteyeceksin? Atam. Deyirəm yiye, içe, kefil yiyek. 5 günlük dünyadır. Sabaha kim öle, kimi qala. Ağamsa, necəsən? Alaqoz kimi, sözlü değil. Gözlü kimdir? Biz seni girov götürmüşük. Zəng gelirsən evə. 200.000 manat götürüb gəlsinlər bura. Biz də səni buraxaq. Götürürsən kəllə qəndüvi, çıxıb gedirsən evvə. Vallahi, sen mənə tanış gəlsən. Amma inanmıram ki, mənim tanıdıqlarım içində belə adam ola. Ağa, məndə 200.000 mapul var. Yoxdur. Yox. Ağamsa, səni öldürərəm axı. Ağa, tutam ki məni öldürdünüz. Cibizine girecek. Ola bildiğin aldın elirik de. Sen vurursan? Yok. Yox. Cənab Tağıyev. Yox. Ağa evə heç gəlməyib. Xeyriyə gecəsindən sonra kazinoya gedib. Kazinodan çıxıb çıxmağına. Ağa, sen son bir yansılık eleme. Sen hiç bakan da yoktu. Lüt şoğlar. Az, yığıştır özü ya. Ağamısa, gecədir. Ben sana demedim yiye, içe, kefil ye, şenlene. Sonra göre başımıza ne gelir. Hara tələsirik. Ha, bunu bildik. Sənətini de gördük. Siz de bundan sus. Ağamısa, sana 1 saat vaxt veririk. Biz deyəni elədin. Eləmədin, gözündən küs. Öldürün. Yok. Ağız, mən sənin üçün o bu deyil ama. Salasan altıva, sökəsən ciblərini ya. Ağa, kişi değilsən. Doğrudan. İnanmıram axı. Çınqız iç, eğer senin mitini atmasam, atamın oğlu dövdüm. Yaxşı ağamusa, gələrsən evə. Ne milletsin ağız? Hı? Deyirəm,
Hansı millətdənsən? Nə bilim, Ay maşallah, ay maşallah. Nanam. Saxla. Ama yaman, ovayı keyif verdim sənə ya. Ağız, dur görüm. Dizile. Ağa mısın? Bak sana deyirəm. Azam vaxt. Səni, bu kızla lütüryan eləyib, biri-birizə bağlayıb, aparıb atacaq günün gün orta çağı Nikolayevski küçüyə. Bildin? Ala yer ala. Bacarmıram. Bacarmalısan. Birinci dəfə deyil ki. Zalim oğlu iki ayağında bir başmağa direyip. Ayaklarını çıxart başmaqdan. Agabala İsaoğlu yadından çıxıb. Öldürək. Yox. O biri. Balvan. Oldu. Trogay. Ne? Akşamınız xeyir cənab Şubinski. Şəhərdə sakitlikdir. Elə bir şey var cənab Şubinski. Diqqətli olun. Oldu cənab Şubinski. Поехали. Fransız Daşkov geldi de, gitti de. Niye geldi, niye gitti? Hiç kim bilmedi. Cənab Şubinski. Yuxunuz gəlmir? Oo, Cənab Tagiyev, sizi qoruyuruq. Pavel Petroviç, hərdən bizi qoruyandan biz özümüzü qorumalı oluruq. Sözlü adam oxşuyursunuz. Birdən gecə günəş çıxsa, onda necə? Başa düşmədim. Yarım saatdan sonra Ağa Musa dənizin sahilinə gəzməyə çıxacaq. Mən ora gedirəm. Gələr məni gözləməli olar. Yolunuzdan qalmayın, cənab Tagiyev. Ağa Musanı görsən, deynən hacı səni sahildə gözləyir. Əgər işdir, gəlməsə, sür abala. Ağa Musa, sən Allah necə dözdün bu dərdə, hə? Amalya mənə hər şeyi danışdı. Özünü o yara qoyma. Yaxşı da, sən Allah, 100.000 manatdan ötəri, niyə belə bir keyfləmisən, hə? Hacı. Hə? Sən dəniz qırağında ilahi səs eşitmisən. Nə səs? O realni məktəbin tikintisinə nə qədər pul lazımdır? 100.000,
101.000 veririm. Səni ağamız. Ha bala, tez xəbərlə xatircəm olsunlar. Ağamıza məndən. Hoşda ağa, ha. Ağamıza, Tanrı bu günah dünyasında hamının çiğninə daşımaq üçün bir yük qoyur. Ona ömür yükü deyirlər. Ömür yükümüz nə qədər ağır olsa, izimiz də o qədər dərin qalar bu dünyada. Bununla Tanrıya yüksələrik. Yoxsa bu fani aləmdə yaşamağa dəyməz. Siz de dünyanın işi geçermiş. Acaba sen ne için dünyaya geldin? Vah, 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 vah. Yüz defa demişim ki buranın hepsi örtülü saklıyorsun. Lütfen ol. Hacı. Kulluğunda oğlum Can Hacı. Səhər sən adamlar tapşırmışdım ha. Onların hesabı nə qədər eləyir? Ay hacı. Utanma de. Onlar hele gitmiyorlar ki. Diyeceksin, otururlar Can Hacı. Bilirsen, ay hacı, bilirsen bir keyif dediler ki gel göresen. İstiyorsan gidiyorsun bak. Ağamıza ne diyorsan gedək? Necə məsləhət əzi? Gedək Can Hacı, gedək. İçeride bilirsen ne alemlo var. Ha? Okuyorlar, he. Şiir diye var, okuyorlar. Gidək Can Hacı, gidək. Buyur içeri Can Hacı, buyur içeri. Ay əzi, yenə zirzəmi tiyatrosudur. Gel ağamıza gel, bu tiyatr değil. Ağa, Dökülmüş dişler üstünde dururdu bir beyaz xəndə. Ne müstəhsi gülüşlerdi hayata karşı mədfəndə. Bütün gözler turalabu dikende, hakizarında. Təbəssümdari heyrət zar idi dişler mezarında. Bu matəmgah dünyaya gülürdü sanki ölmüşler. Yer üstünde beşer ağlar, gülür halka gömülmüşler. Mən bədbəxti əcəb, çərxi fələk eylədi xar. Oynadım, tutmadı nəqsim, evimi yıxdı qumar. Aferin student. Var yoxum getdi əlimdən, hep uduzdum nə ki var. Məqsədim olmadı hasil, məni biar, ölürəm. Ölürəm. Olmadı dərdimə dərman, dəxi naçar, ölürəm. Məhəmməd Təqidəndir. Şeirin ikinci bəndidir. Üçüncü misranı düz demədin. Düz demədin, düz demədin, düz demədin. Mümkün oldukça felek mensubesinden kıl hazar. Netekim xali değil bidağdın akşından buna. Allah! Aferin! Beyan! Zər vacibdir, yoxsa zərə qiymət verən? Dünya içdədir, yoxsa çöldə? Sualların cavabları kimdədir? Sualları kimə verək? Harda verək? Hə? Sen öz suallarını dərk edib sual verirsən, yoxsa sual sənin deyil, səndən keçən sual. Mən bu sualla doğulmuşam. Öz sualın var. Həri, Heç olmasa bir suallıq ömür yaşaya bilmisən, hə? Dönüş! Həri! Ver sualını. Ver sualını. Dünya nədir? Sən hüsnüdə, sən işvədə əsla bəşər olmaz. Olsan,
Sən olarsan, dəxi səndən digər olmaz. Bu iş və bu rəftar ki var səndə nigarım, 100 Yusif Misr olsa qapında nökər olmaz. Heyrana mürəssamə ki çəkmiş belə surət, xilqətdə sənə oxşayan incə əsər olmaz. Ayacı, görürsən bulan plosu belə danışardılar. Ayağa, Allah bunlara böyük ruh verir, ruh. Dünya nedir o? Təllüqatı, əndişeyi mövtüdür həyatı. Dünya duracak yer değil. Ey can, sefer eyle. Allanma anın feyline. Andan hazır eyle. O beni sevir. Sevir, sevir. Sen benim taleyim. Ben artık cehennem odlarından kurtardım. Bakınız. İşirgadrolar ağlayan şeytanların koynunda ağlayırlar. Ağlayınız dostlar, ağlayınız. Sizin de o kadar hoşbəxtsiniz ki. Hoşbəxtsiniz ki. Hoşbəxtsiniz ki. Sakin. Dostun düşmanıdır. Maksat o canlar canıdır. İlki, bu dünya fanidir. Dünyanı derk etsen körül. Gönül. Yolun Gönül. sonu. Buyur. Heçlik. Ölüm nedir? Doğuluş. Aferin. Ve söz nedir? Nöktesine kadar değilmiş hakikat. Uyma ey dil, xəlqədə yoxdur sədaqət, rəngidir. Məscid-i meyxanə rəng, eş-i ibadət rəngidir. Mey, riya, məşuqə, vəş, hüsn-ü vəcahət rəngidir. Rəngidir hər türlü matəm, hər məsərrət rəngidir. Ağla ey əbnai xilqət, cümlə xilqət rəngidir. Görmədim bir zərri xalis bu teynasutidə, mənəvi min ləkkə gördüm ləlidə, yaqutidə. Biqərəz insan olur görmək fəqət tabutidə. Bilməzəm, varmı sədaqət aləmi lahutidə? Azma fikrim cümlə icaz-ı kəramət rəngidir. Bir zaman vardı ki mən həm fikridim zühad ilə. Sonra gördüm fərqi yoxmuş zahidin cəllad ilə. Dedim əyyaş olmalı ta gün keçə mütad ilə. Cümlə eyş-i nuşu gördüm müxtəlif fəryad ilə. Anladım ki zəhd-ü təqva eyş-ü işrət rəngidir. Qıl təsəvvür bir daha şairlərin xülyasını, aşiq-i zarın başında seyr qıl sevdasını. Qəbri aç, göstər ona şirinini, leylasını, bir ayılsın da düşünsün gördüyü rüyasını. Bax deyər, bütün eşq-ü məhəbbət rəngidir. Tapmadım aləmdə bir həmdəm ki olsun bir riya. Görmədim heç kəsdə bir niyyət, qərəzdən. Həciyə deyərsən, mən getdim. Kəllə qəndi bölüb, orada oturanlara şirin çay verərsən. Başlama. Ağa, içeride oturanlar öyle güzel insanlar ola var ki.
Elə qəşəng şeirlər, qəzəllər deyə var ki, adamın öpürü ipart deyə var. Nizamidən, Füzulidən, Nesimidən, Seyidəzimdən. Hamba! Hamba! Hamba!